Vektorlar və koordinatlar metodu mövzusunun növbəti başlığı çevrənin tənliyi. Suallara başlamadan əvvəl kanala abunə olub bəyənsəniz və paylaşsanız daha çox şagirdin, abituriyentin istifadəsinə faydalı olacağınıza inanıram. Birinci sual. X çıxılsın 4-ün kvadratı üstü ilə y kvadratı bərabərdir 25 çevrəsinin OY oxu ilə kəsişmə nöqtələrin koordinatlarını tapın. Bilirik ki, OY oxu ilə funksiyanın qrafiki, yəni hər hansı bir funksiya fərqi yoxdur, kəsişirsə orada x 0 olur. Yəni harada x varsa yerinə 0 yazaraq, orada absis 0 olmuş olur. Yerinə yazaq indi. 0 çıxılsın 4-ün kvadratı eləcə mənfi 4-ün kvadratı 16. Üstə gəl y kvadratı bərabərdir 25-ə. Və y kvadratı bərabərdir 25-dən 16 çıxırıq 9-a, y bərabərdir müsbət mənfi 3. Yəni, x 0 olanda y ya 3 olacaq, x 0 olanda y ya da mənfi 3. Yəni, bu iki nöqtədə kəsir. 0, 3, 0, mənfi 3. Növbəti sual. Burada da eyni sualda y oxu ilə kəsişmə, x-in yerinə 0 yazırsınız. Digərində o x oxu ilə kəsişmə nöqtələri deyirsə, bu səfər məsafəni soruşursa, yəni y-lər 0 olacaq, bunlar gedəcək. Qalacaq x kvadratı çıxılsın 6x çıxılsın 7 bərabərdir 0. Aldıq bir dənə kvadrat tənlik. Bu kvadrat tənliyin uzatmadan mən birbaşa həllərini yazıram. x1 bərabərdir mənfi 1 olacaq, x2 bərabərdir 7 olacaq. Bizə də deyir ki, bu nöqtələr arasındakı məsafəni tapın. Sadəcə x oxunu çəkirəm. Mənfi 1 və 7-ni qeyd etsək. Mənfi 1 ilə 7 arasındakı məsafə 7 çıxılsın mənfi 1 qədərdir. Yəni 8 olacaq. Digər sual da eyni sualdır. Sadəcə rəqəmləri dəyişibdir. Orada 6 eləyəcək. Mənfi 5 ilə mənfi 1 yazıq kökləri özünüz yazarsınız. Çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğunu tapmaq üçün bizə radius lazımdır. İndi bunların hamısını keçiririk sağdan sola. X kvadratı çıxılsın 6x. Üstə gəl y kvadratı çıxılsın 8. Y bərabərdir 0. İndi çevrə tənliyini qurmalıyıq və ya tam kvadratına ayırmalıyıq deyirik. Bunun üçün nə edirik? X kvadratı çıxılsın 2 vurulsun x vurulsun 6 olması üçün demək ki, ikinci həddimiz 3-dür. Mənə 3-ün kvadratı lazımdır. Əlavə edib çıxdım. Sonra y kvadratı çıxılsın 2 vurulsun y vurulsun 4. Demək ki, ikinci həddimiz də 4-dür. 4-ün kvadratını əlavə edib çıxırıq və bunlar hamısı cəm şəkillədir. Mən ayrı-ayrı yazmışam. İndi bu bizə verəcək x çıxılsın 3-ün kvadratını. Bu bizə verəcək üstə gəl y çıxılsın 4-ün kvadratını. Yerdə nə qalır? Mənfi 9, mənfi 16. Eləyir mənfi 25. Keçidim sağ tərəfə. Müsbət 25. Burada arada plus var. Üstə gəl var. Onu unutmayın. İndi burada olur ki, mərkəzin koordinatları, bu çevrənin mərkəzinin koordinatları 3, 4-dür. Radiusu da 5-dir. Çünki bu r kvadratına bərabərdir. Yəni, bunun açılışıdır, bax, buradakı. İndi bizə nə deyir? Çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu 2 pi r-ə bərabərdir. Yəni, 2 vurulsun, pi vurulsun 5, bu da eləyəcək 10 pi. Yəni, y bəndi. Digər sual da eyni tip sualdır. Özünüz yaza bilərsiniz. 7-ci suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrə 3-4 nöqtəsindən keçir. Bu çevrənin uzunluğunu tapın. İndi, buradan yaza bilərik əslində. Mərkəzi koordinat başlanğıcı olan çevrə x kvadratı üstə gəl y kvadratı bərabərdir r kvadratıdır. Bu çevrənin tənliyi. Bu nöqtədən keçirsə, demək x-in yerinə 3, y-in yerinə mənfi 4 yaza bilərik. X 3-ün kvadratı üstə gəl mənfi 4-ün kvadratı. 9 bu da 16 eləyir 25. Demək r kvadratı bərabərdir 25-dirsə, r bərabərdir 5-ə. İndi çevrənin uzunluğunu istəyir yenə bizdən. 2 pi-yə görə 10 pi. Digəri də eyni şəkildə. Bu səfər mənfi 3, 4-dür. Fərqi nədir? Kvadratı yüksəldəndə mənfilər itir. Yəni 10 pi eləyəcək. 9-cu sual. Mərkəzi birinci rübdə olub, apsis oxuna 3-0 nöqtəsinə toxunan və radiusu 6 olan çevrənin tənliyini yazın. Bu çevrə təxminən bu şəkildə olacaq. Göstərim mən sizə burada. Tutaq ki, çevrəmizi çəkim ondan sonra. Bu çevrəmiz. Məsələn, hətta biraz daha böyük ola bilər. Çevrəmiz apsis oxuna toxunub. Burada. İndi deyir ki, apsis oxuna toxunub və 3-0 nöqtəsinə toxunub. Bura 3-dür. X oxunu 3-dür. Radiusu 6-dırsa,
Bu radiusu buradan bura qədər 6'dır. Onda buradan bura qədər də 6'dır deməkdir. Və x oxu burada 3'dədirsə, yəni x oxunu 3 nöqtəsində kəsibdirsə və ya toxunubdursa, onda təxminən tən ortadan təxminən belə bir şey olacaq. Radiusun tən ortasından keçəcək y oxu. Bu şəkildə bir şey olur. Çünki radiusu 6'dır. Bura qədər 3'dürsə, bu da mənfi 6, mənfi 3 edir ki, məsafə 3 olsun. Bu bizi çox da maraqlandırır. Əsas bura lazımdır bizə. Bunun koordinatı bura x-i 3 olur. Məsafə 6 olduğuna görə toxunmaq x oxuna. Elə y də 6'dır, r də 6'dır. Demək, mərkəzin koordinatları 3 6'dır, radius da 6'dır. Onda x çıxılsın 3'ün kvadratı, üstə gəl y çıxılsın 6'nın kvadratı bərabərdir. 6'nın kvadratı yəni 36 deməlidir. 10-cu sual. M nöqtəsindən keçən və mərkəzi bu çevrənin mərkəzi ilə eyni olan çevrənin tənliyini tapın. Birinci bu çevrənin tənliyini normal cəbri şəkildə yazaq, ondan sonra baxaq. X kvadratı çıxılsın, bu 4x, biraz əvvəlki burada bir sual var idi aşağıda, bu 3-cü sual. Onun kimi yazaq. 2 vurulsun x, 4 olması üçün demək ikinci əd 2'dir. Mənə 2'nin kvadratı lazımdır, əlavə edib çıxıram. Üstə gəl. Y kvadratı çıxılsın. İndi 6y'dir. 2 vurulsun y yenə bu səfər 6 olması üçün demək ki 3 olmalıdır. 3'ün kvadratını əlavə edib çıxdıq. Sonda da çıxılsın 10 var. Bərabərdir 0. İndi alınır demək. X çıxılsın 2'nin kvadratı. Bax bu 3'dən onu verir. Bu da y çıxılsın 3'ün kvadratı eləyir. 4, 9, 13, 10 da burada 23, bərabərdir 23. Bu lazım deyil bizə. Əsas bax bura lazımdır. İndi mərkəzin koordinatları 2, 3'dür. Bizə lazım olan çevrənin mərkəzinin koordinatları da 2, 3'dür. Yəni, x çıxılsın 2'nin kvadratı üstə gəl, y çıxılsın 3'ün kvadratı bərabərdir r kvadrat. Biz r'i tapmalıyıq. Onun üçün də bax, bu nöqtədən istifadə edirik. 5, 7 nöqtəsindən keçən o demək ki, x-in yerinə 5, y-in yerinə 7 yazırıq. 5 çıxılsın 2'nin kvadratı üstə gəl, 7 çıxılsın 3'ün kvadratı bərabərdir r kvadratına. 3 kvadratı 9, 4 kvadratı 16 bərabərdir 25, o da bərabərdir r kvadrat. İndi yerinə yazırıq. X çıxılsın 2'nin kvadratı üstə gəl, y çıxılsın 3'ün kvadratı bərabərdir 25. Görürsünüz, mötərizələr açılıb yazılıb bura. Ona görə mötərizə açıb belə yazaq. X kvadratı çıxılsın 4x üstə gəl 4, üstə gəl y kvadratı çıxılsın 6y üstə gəl 9, çıxılsın 25 bərabərdir 0. İndi x kvadratı üstə gəl, y kvadratı çıxılsın 4x, çıxılsın 6y. Nə qaldı yerdə? 4, 9, 13, 25 çıxanda çıxılsın 12 bərabərdir 0. Deməndə. Digər sualda artıq bu şəkildə yazdıqdan sonra mötərizəni açmağa ehtiyac yoxdur. Bu halda da saxlayacağıq. Digəri 12. X üstə gəl, y çıxılsın 1 bərabərdir 0 düz xətti ilə bu çevrənin toxunma nöqtəsini tapın. Belə olanda, bu o deməkdir ki, biz bunları sistem şəklində yazıb tənlik kimi həll edirik. Sistem tənlik. X çıxılsın 2'nin kvadratı, y üstə gəl 3'ün kvadratı bərabərdir 2. Onun da ən gözəl yolu əvəz etmək üsuludur. Buradan biz x'i və ya y'ı əvəz edə bilərik. Məsələn, y'ı əvəz edirəm yuxarıdan. 1 çıxılsın x eləcək. Gətirib harada y varsa yerinə yazaq 1 çıxılsın x. Alınır x çıxılsın 2'nin kvadratı üstə gəl. 1 çıxılsın x üstə gəl 3'ün kvadratı bərabərdir 2. İndi açaq mötərizəni. X kvadratı çıxılsın 4x üstə gəl 4. Bərabər üstə gəl. Bu da 4 çıxılsın x-dir. Bax bu, buradan yazım. 4 çıxılsın x-in kvadratı olmuş. Açaq indi mötərizəni. 16 çıxılsın 8x üstə gəl x kvadratı. Bu 2'ni də yazırıq bura. Çıxılsın 2 bərabərdir 0. 2x kvadratı 4, 8 çıxılsın 12x, 4, 6, 20, 2 də çıxdıq, üstə gəl 18 bərabərdir 0. 2'yə bölürəm hər tərəfi. X kvadratı çıxılsın 6x, üstə gəl 9 bərabərdir 0. Bu da x çıxılsın 3'ün kvadratı deməkdir. X çıxılsın 3'ün kvadratı 0'dırsa, x çıxılsın 3 0'dır. Yəni x bərabərdir 3'ə. X 3 yerinə yazaq, y tapaq. Buradan da y. Y bərabərdir 1 çıxılsın x, yəni 1 çıxılsın 3, o da bərabərdir mənfi 2. 3 mənfi 2 nöqtəsində çevrəyə toxunur. Digər də eyni qayda ilə yazacaqsınız. Bu səfər kəsişmədir. Yenə y əvəz edib gətirib yerinə yazarsınız. 2 dənə cavab alınacaq. 14.
Burada nə deyir? Deyir ki, çevrələr arasındakı məsafəni tapın. Birinci çevrəmizin mərkəzinin koordinatları O1 deyək. 3, 1'dir. İkinci çevrəmizin, buna da O2 deyək, mərkəzinin koordinatları -3, 1'dir. Bu. İndi çevrələrin mərkəzləri arasındakı məsafə, yəni O1, O2, iki nöqtə arasındakı məsafə düsturundan istifadə edirik. X-lərin fərqinin kvadratı, 3-dən -3 çıxırıq, yəni 6-nın kvadratı, üstə gəl 1-dən də 1-i çıxdıq, 0-ın kvadratı. Bu deyəcək, kök altı 36, yəni 6. 15-ci sual. Mərkəzi M nöqtəsində olan çevrəyə A nöqtəsindən çəkilən toxunanlar qarşılıqlı perpendikulardirsə, bu çevrənin tənliyini yazın. Çevrənin demək, X üstə birinci tənliyi yazaq. 1'in kvadratı, üstə gəl, Y çıxılsın 2'nin kvadratı bərabərdir R kvadratı. İndi bu nöqtədə çəkilən toxunanlar qarşılıqlı perpendikulyardır. Məsələn, tutaq ki, belə bir çevrəmiz var. Biri budur, biri də budur. Bu A nöqtəsidir, burada M nöqtəsidir. Bunlar qarşılıqlı perpendikulyar o demək ki, burada nə alınır? Kvadrat alınır. A nöqtəsi -4, -1'dir. M nöqtəsi koordinatları -1, 2'dir. Bu da kvadratın diaqonalıdır. Biz buradan bu diaqonalı tapıb kök 2'yə bölsək, bizə çevrəmizin radiusunu verir. Çünki niyə qarşılıqlı perpendikulyar və bura kvadrat alınır, onu deyirəm. Bu radiusdur, bu da radiusdur. 90-90 olmuş olur bura. Və bu da 90'dırsa, burada görürsünüz, bu da 90 olmuş, 90 olur avtomatik. Qonşu tərəflər bərabərdirsə, qarşı tərəflər 100% bərabərdir. İndi biz bu iki nöqtə arasındakı məsafəni bir tapaq. Yəni AM məsafəsini tapaq. Bu olur kvadratın diaqonalı. Bərabərdir kök altında -4'dən -1 çıxdıq, -3 kvadratı 9. -1'dən 2 çıxdıq, o da 3 kvadratı 9 və bu bərabərdir. 3 kök altda 2 eləyir bu. İndi AM 3 kök altda 2'dirsə, bu diaqonaldır və bilirik ki, diaqonal hər zaman A kök altda 2'yə bərabərdir kvadrat üçün. Onda bunun tərəfi 3'ə bərabərdir. Yəni və bu 3 kök altda 2'dirsə, kök 2'ləri ixtisarləsə A olur 3. A nədir bizdə? Elə R'dir. R bərabərdir 3. Mərkəzin koordinatları da var. M nöqtəsi mərkəzdir. -1, 2. İndi artıq çevrəmizin tənliyini yaza bilərik. Yəni X üstə gəl 1'in kvadratı, Y çıxılsın 2'nin kvadratı bərabərdir 9. Yəni D bəndi. 16. Nöqtələrdən hansıları bu tənliklə verilmiş çevrənin daxilində yerləşir? Çevrənin daxilində yerləşməsi o deməkdir ki, özdə bu çevrə, görürsünüz, mərkəzi koordinat başlanğıcında olan çevrədir. Tutaq ki, belə bir çevrəmiz var. Mərkəzi koordinat başlanğıcında yerləşir. Baba 16'nı buradan yazıram. X, Y müstəvisi. İndi A nöqtəsi, B nöqtəsi, C nöqtəsi. Bunun radiusu nəyə bərabərdir? Kök altda 21. Yəni, bura kök altda 21'dir. Bura kök altında 21'dir. Bura mənfi kök altında 21'dir. Bura mənfi kök altında 21'dir. Çünki bu yer kvadratıdır. İndi bizə verilən bu nöqtələrin mərkəzlə məsafəsini tapsaq, mərkəzin koordinatları da 0, 0'da axı. A nöqtəsinin də, B nöqtəsinin də, C nöqtəsinin də mərkəzlə məsafəsini tapaq. Əgər o mərkəzdən olan məsafə, yəni bu nöqtə ilə mərkəz arasında olan məsafə kök 21'dən böyükdürsə, çevrənin xaricindədir. Kök 21'dən kiçiksə, çevrənin daxilindədir. İndi bir yazaq. AO bərabərdir. Kök altında O nöqtəsinin koordinatları 0, 0'dır. Hər biri üçün eyni şey olacaq. 0, 0'dır. 0, 0'dır. İndi mənfi 2'dən, yəni bunların kvadratları cəmdir. Ya da 2'nin kvadratı 4, 4'ün kvadratı 16. Nə elədir bu? Kök altında 20. Gördünüz, kök 21'dən kiçiksə demək ki, A nöqtəsi daxildədir. Biri A. Daxildə bir yerdədir. Mənfi 2, 4 özdə ikinci rübdədir. A buradadır. Sonra B nöqtəsi. OB-ni tapaq indi biz. 3'ün kvadratı 9, mənfi 3'ün kvadratı 9, kök altında 18 elədir. Bu da çevrə daxilindədir. Bu səfər x-i müsbət y-i mənfidirsə, demək ki, bu 4-cü rübdədir. Tutaq ki, B buralarda bir yerdədir. C. C-də nə olur indi? OC bərabərdir. Kök altında demək 1'in kvadratı 1, 5'in kvadratı da 25. Bu da elədir 26. Bu artıq kənarda bir yerdədir. Birinci rübdə kənarda bir yerdədir. Demək, daxildə olanlar hansılardır? A və B. Bizə nə daxildəkin soruşur? A, B. 17 eyni bu səfər xaricdə olacaq. Yəni AO məsafəsi, BO məsafəsi, CO məsafəsini tapırıq. Kök 27'dən böyükdürsə xaricdədir, kiçiksə daxildədir.
Nöqtələri arasındakı ən qısa məsafə 6 olan iki konsentrik çevrədən birinin tənliyi budur. Nöqtələri arasındakı ən qısa məsafə dediyi nə deməkdir? İki çevrəmiz və konsentrik çevrədən söhbət gedir. Konsentrik çevrə mərkəzləri eyni olan çevrələrdir. Bax budur. Nöqtələri arasındakı məsafə, ən qısa məsafə bax bunu deyir. Yəni buradakı halqanın qalınlığı, radiusları fərqi. Bunun radiusuna R1 deyək, bunun radiusuna da R2 deyək. R1-in R2-dən fərqi 6-dır. Bax bu. İndi birinin tənliyi budursa, digər çevrənin tənliyini yazaq. Bunu birinci bir çevrə tənliyi halına salaq ki, radiusu tapaq. X kvadratı çıxılsın 2x'dir. 2 vurulsun x. Bax, birinci bunu yazın. Demək ki, ikinci ədimiz 1'dir. Üstə gəl 1'in kvadratı, çıxılsın 1'in kvadratı. Üstə gəl. Y kvadratı, üstə gəl 4y. Yəni, üstə gəl 2 vurulsun y vurulsun 2. 2'nin kvadratını əlavə edib çıxıram. Sonra da sonda çıxılsın 20 var. Bərabərdir 0. İndi bu eləyir x çıxılsın 1'in kvadratı bu 3 dənə. Bu 3 dənə də üstə gəl y, üstə gəl 2'nin kvadratı olur. Mənfi 1, mənfi 4, mənfi 5, mənfi 20 də burada mənfi 25, keçid ötərəfə 25. Demək ki, mərkəzin koordinatları 1, mənfi 2'dir. Radius da 5'dir. Radiusu 5'dirsə, indi bunun radiusu məlum məsələdir ki, bunun radiusu 5 ola bilməz da, yəni bura. Demək ki, bura radius, böyük çevrənin radiusu 5'dən böyükdür ki, hətta kiçiyi çıxmışıq 6 qalıb. O zaman bu kiçik çevrənin tənliyidir. İndi kiçik çevrənin tənliyidir və o zaman kiçik çevrənin radiusu 5'dir. Onda böyük çevrənin radiusu nə olur? 11 olur ki, fərqi eləsin 6. İndi mərkəz eynidir. X çıxılsın 1'in kvadratı, üstə gəl. Y üstə gəl 2'nin kvadratı bərabərdir 11'in kvadratı. Yəni 121. X çıxaq 1'in kvadratı, Y üstə gəl 2'nin kvadratı deməlidir. Növbəti sual. Y bərabərdir 4 və 14 düz xətlərinə və ordinat oxuna toxunub mərkəzi koordinat müstəvisinin ikinci rübündə yerləşən çevrənin tənliyini yazın. Çəkək. Gözümüzün önündə olsun ki, rahat-rahat təyin edə bilək. Mərkəzi ikinci rübdədir və y bərabərdir 4 ilə 14. Düz xətlərinə də toxunur. Tutaq ki, bu olsun 14. Bu da olsun 4. Bu da olsun çevrəmiz. 4 və 14 bu deməkdir. Yəni, y bərabər 4 düz xətdir. Biraz aşağıdan çəkə bilərəm bunu. 4 düz xətdir. Y-i 4'də kəsir. Bax bu. X-ə də paralel olmuş olur. Bu da y-i 14'də kəsir. X-ə paralel olmuş olur. Bax, bura 14'dür. Burada 4'dür. İndi və bizə deyir ki, bu oxlara toxunur. Bu düz xətlərə və ordinat toxunur. Hətta ordinat toxuna da toxunur. Təxminən belə bir çevrəmiz olacaq. Bunlara toxunsun. Çəkək, bax. Y oxuna toxunur. Belə bir çevrəmiz var. Mərkəz buradadır. İndi, əslində bu 4 ilə 14 bizə bu çevrəmizin diametrini tapmağa kömək edir. Diametri 14'dən 4 çıxırıq 10'dur. Diametri 10'dur. Diametri 10'dursa radiusu 5 deməkdir. Radiusu 5'sə bunun məsafəni çəksək, burada 5'dir. O zaman bura nə olur? Mənfi 5 olur. Çünki məsafə 5'dir. Və bu məsafə, görürsünüz, bu məsafə 5'dir. Yəni bu məsafə 5'dir. Bura 4'dürsə, bura hara gəlib düşür? 9'a düşür ki, məsafə 5 olsun. Onda mərkəzin koordinatları nə eləyir? Mərkəzin koordinatları mənfi 5, müsbət 9 eləyir. Radiusu nə eləyir? Radiusu da 5. Təyin elədik bunu. İndi bizə çevrənin tənliyini istəyir, yazırıq. X üstə gəl 5'in kvadratı, üstə gəl. Y çıxaq 9'un kvadratı bərabərdir R kvadratı, yəni 25. X üstə gəl 5, Y çıxaq 9 və 25. Yəni cəvabdır. 20-ci sualda onun kimidir. Sadəcə bu səfər 4-cü rübdə yerləşəcək. Onu da özünüz təyin edə bilərsiniz. Gəldik 21-ci suala. Çevrələrin mərkəzləri arasındakı məsafə. Buna aid biraz əvvəl də bir sual var idi. Bu çevrəmizin mərkəzi O1 deyək, mənfi 3, mənfi 2'dir. Bu çevrəmizin mərkəzi 9, 3'dür.
Mərkəzlər arasındakı məsafə O1, O2 arasındakı məsafə 2 nöqtə arasındakı məsafə düsturur. 9-dan -3 çıxdıq 12-nin kvadratı, 3-dən -2 çıxdıq 5-in kvadratı. Məlum məsələdir. Bu da 13-ün kvadratı eləyir və kökdə çıxır 13. Eyni 22. 23-ə baxaq. Çevrənin radiusunu tapaq. Demək, x kvadratı çıxılsın 8x var. Birinci onu yazıram. Çıxılsın 2 vurulsun x vurulsun 4. 4-ün kvadratını əlavə edib çıxırıq. Üstə gəl y kvadratı bərabərdir 0-a. Bu verir bizə x çıxılsın 2-nin kvadratı. Üstə gəl y kvadratı. Bu 4-ün kvadratını keçirirəm sağ tərəfə 16. Y kvadratı, yəni bu y çıxılsın 0 kimi düşünsək, demək mərkəzin koordinatları 2, 0-dır. Radiusu 16-nın kökü 4-dür. Bizdən nə istəyirdi? Çevrənin radiusunu istəyirdi bu. 4-dür. 24 də eyni sualdır. Eyni tipdə, yəni onu demək istəyirəm. Gəldik 25-ci suala. Nə deyir 25-də? Aha, çevrəsinə qədər ən yaxın məsafəni tapın. Nöqtədən çevrəyə qədər ən qısa məsafə dediyini necə həll edirik? Şərti olaraq göstərim burada. Tutaq ki, bu bizim çevrəmizdir. Bu bizim nöqtəmizdir. Nöqtədən çevrəyə qədər ən qısa məsafə deyəndə, nöqtədən çevrəyin mərkəzinə qədər olan məsafəni tapırıq. Aha, o məsafəsi. Burada B deyək. Bizə AB lazımdır. Demək, A10-u tapırıq birinci, sonra çıxırıq buradan radiusu. Və bizə verəcək bu, həmən bax bu AB məsafəsini. Çevrəyə qədər ən qısa məsafə bu. İndi A nöqtəsinin koordinatları 5, 3-dür. Bu qalsın. Bizə mərkəzin koordinatları lazım. Mərkəzin koordinatlarında, bax buradan yazıram. X kvadratı üstə gəl. Bu 2x'i yazırıq. 2 vurulsun x vurulsun 1. 1-in kvadratını əlavə elədim, çıxdım. Üstə gəl y kvadratı. Üstə gəl 10y-i yenə yazıram. 2 vurulsun y, 10 olması üçün 5-ə vurulub demək ki. Üstə gəlsin 5-in kvadratını əlavə edib çıxırıq. Sonda da üstə gəl 22 bərabərdir 0. İndi bu verir bizə x üstə gəl 1-in kvadratı. Bu da verir bizə y üstə gəl 5-in kvadratı. -1, -25, -26, üstünə 22 gələndə -4 keçirik sağ tərəfə müsbət 4. Onda oldu mərkəzin koordinatları -1, -5, radiusumuz oldu 2. Yazıram bura. -1, -5. Radiusumuz bərabərdir 2. İndi A10-u tapaq. AO bərabərdir kök altında. 5-dən -1 çıxdıq 6 kvadratı. Üstə gəl. 3-dən -5 çıxdıq 8, onun kvadratı. Bu da eləyir 100. 100-dən də kök nə çıxır? 10. Demək, bu məsafə oldu 10. Bizə AB lazımdır. AB-ni tapmaqdan ötürü 10-dan çıxırdı 2-ni, yəni 8. Bax, burada olur 8. Bu da olur 25-ci sual. 26-cı sual da eyni tip sualdır. 27. Deyir ki, bu nöqtə vahid çevrənin üzərində. Vahid çevrəni trigonometrik funksiyadan yaxşı bilirik. Vahid çevrə mərkəzi koordinat başlanğıcında yerləşən və radiusu vahidə bərabərdir. Yəni, burada çevrə üzərində götürəcəyimiz hər hansı nöqtə ilə çevrənin mərkəzini birləşdirsək 1 olmalıdır. Yəni, bax, bu nöqtə ilə koordinat başlanğıcı arasındakı nöqtənin məsafə 1-ə bərabərdir. AO bərabər olmalıdır 1-ə. Bu tapaq indi 2 nöqtə arasındakı məsafə düşdüyünə görə nə eləyir? Kök altında m çıxılsın 5-in kvadratı. Üstə gəl. Kök altında m çıxılsın 4-ün kvadratı bərabərdir 1. Elə kvadratsız halı da 1-dir. O zaman m kvadratı çıxılsın 10m üstə gəl 25. M kvadratı çıxılsın 8m üstə gəl 16. Çıxılsın 1 bərabərdir 0. Aldıq 2m kvadratı 10m 8m çıxılsın 18m 25 16 yəni 25 bu da 15 üstə gəl 40 bərabərdir 0-a. 2-yə böldüm m kvadratı çıxılsın 9m üstə gəl 20 bərabərdir 0. Burada m1 eləyir 4 m2 eləyir 5 cəmi 9 aslında 20 eləyən ədəd. Bizdən nə istəyir? M-in qiymətləri cəmi m1 üstə gəl m2 bərabərdir 9-a. Cavab 9. 28. Eyni sualdır, eyni tip sualdır. Özünüz yaza bilərsiniz çox rahatlıqla. 29. Nöqtəsindən tənliyi ilə verilmiş çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilib. Arka parçasının uzunluğunu tapın, tapaq. Oradan indi
çevrəmizi göstərim və tutaq ki, bu çevrəmizdir. Bu da bizim A nöqtəsindən çevrəyə çəkilən, K nöqtəsinə çəkilən toxunarımızdır. İndi bizə deyir ki, AK'nın uzunluğunu tapın. Biz birinci, bax bu radiusu tapmalıyam, bu 1. Radius toxunana perpendikulярdır. Burada O deyək. Sonra AO'nu tapmalıyıq. Sonra da Pifagor teoremindən AK'nı çıxara bilərik. A'nın koordinatları var, -12, 3. İndi mərkəzin koordinatları da buradadır, görürsünüz. Mərkəzin koordinatları nədir? 5, 3. Radius nədir? Radius da 8'dir. Bura 8'dir. Burada 5, 3'tür. İndi biz buranı tapaq. Ne edirik? AO. Bərabərdir. -12'dən 5 çıxdıq, -17. Müsbət 17'ni kvadrat edəcək. 3'dən 3 çıxdıq, 0. Bərabər burada elədi 17. Bu da oldu 17. İndi burada bir x deyək. Heç x deməsək də olar. AK'nın kvadratı bərabərdir. 17'nin kvadratı çıxılsın 8'in kvadratı. Bu da məlum məsələdir. 15'in kvadrat edəcək. Pifagor üçbucaqları da yəni bu da elədi 15. Yəni 15. AK'nın uzunluğu 15'dir. 30-cu sual. Uyğunluğu müəyyən edin. Çevrənin daxilindədir, çevrənin üzərindədir, çevrənin xaricindədir. Yəni bu çevrəmizin mərkəzinin koordinatları 2, 3'tür. Birinci, bax bu hər bir nöqtə ilə bu çevrənin mərkəzi arasındakı məsafəni təyin etmək lazımdır. Eləyək. Birinci, bax bu A'ya görə. A. Nə eləyir bu? Kök altında 3'dən 2 çıxdıq, 1. 4'dən 3 çıxdıq, bu da 1. Kvadratları cəmi də elədi. Kök altında 2. Görürsünüz, radiusu 5'dir bunun. R5'dir. R5'dir, kök 2, 5'dən kiçikdir deyə. Demək ki, bu nöqtə çevrənin daxilindədir. Sonra, indi yenə 2, 3 nöqtəsidir. 6'dan 2 çıxdıq, B'yə görə baxarıq. 6'dan 2 çıxdıq, 4 kvadratı 16. 8'dən 3 çıxdıq, 5 kvadratı 25. Bu nə eləyir? Kök altında 41 eləyir. 41 5'dən böyükdür. Ona görə buna deyirik ki, çevrənin xaricindədir. C. Yenə 2, 3 nöqtəsi arasındakı məsafə. 5'dən 2 çıxdıq, 3 kvadratı 9. 7'dən 3 çıxdıq, 4 kvadratı 16. Bu da bərabər oldu 5'ə. Aha, demək radiusa bərabərsə bu çevrənin üzərindədir. Bu da oldu 2'yə uyğun. 5, 6'ya baxırıq indi. 2, 3, D. Kök altında 5'dən 2 çıxdıq, 3 kvadratı 9. 6'dan 3 çıxdıq, kvadratı 18, 9. Kök altında 18, 5'dən kiçikdir. Demək ki, bu çevrənin daxilindədir. D. Ondan sonra Y nöqtəsi. Buna baxırıq. Kök altında yenə 2, 3. Buna baxırıq. 1'dən 2 çıxdıq, -1'dən 2 çıxanda -3 kvadratı 9. -1'dən 3 çıxdıq, kvadratı 16. Bu da bərabərdir 25. Kök altında 25 də 5'dir. Demək ki, radiusa bərabər olduğuna görə çevrənin üzərindədir. Bu da oldu 2'yə aid. Digər sualda, eyni tip sualda da özünüz yaza bilərsiniz. 32-ci sual. Deyir ki, A və B nöqtələri OY qrafına nəzərən simmetrikdir. OY qrafına nəzərən simmetrik olması o deməkdir ki, Y olduğu kimi qalır, X-in işarəsi dəyişir. Ona görə görürsünüz, -2, 2 olduğuna görə bu A 1'ə uyğundur. A və B nöqtələri OY qrafına nəzərən paralel düz xətt üzərində yerləşir. Bu nə deməkdir? Məsələn, belə bir şey düşünə bilərik biz burada. OY qrafına paralel, X-ə yox, Y-ə paralel. Bu şəkildə. OY qrafına paraleldirsə, demək ki, burada X sabitdir, Y dəyişir. Y nə qədər dəyişir, dəyişsin, X sabitdir. Yəni, bu 2'yə aiddir, görürsünüz B. A və B nöqtələri koordinat başına nəzərən simmetrikdir. Koordinat başına nəzərən simmetrik olanda həm X-in, həm də Y-in işarəsi dəyişir. Bu C bura gəlmiş olur. A və B nöqtələri vahid çevrə üzərində yerləşir. Vahid çevrə nə deməkdir? Mərkəzi koordinat başlanğıcında olan çevrədir. Radiusu da 1'ə bərabərdir. Yəni, istər A nöqtəsi, istər B nöqtəsi mərkəzdən məsafəsi 1 olmalı. Yəni, kvadratları cəm 1 olmalıdır əslində bunların. Bu deməkdir. 4'də 1, 4'də 3 elədi 1. 4'də 1, 4'də 3, bu da elədi 1. Bəli, doğrudur. A və B nöqtələri radiusu 2'də 1 olan çevrə üzərindədir. Bu nə deməkdir? Bunu necə düşünə bilərik? Tutaq ki, bizə bir A nöqtəsi var. Burada B nöqtəsi desək, bu da mərkəz olsun. Bunu birləşdirdik. Radiusu 2'də 1. Bu da 2'də 1. Üçbucaq alınarsa, bu deməkdir ki, üçbucaqda üçbucağın tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır həmişə. Bura
Bu 2'də 1 ilə 2'də 1 toplamda 1. AB məsafəsi 1-dən kiçik olmalıdır. Baxaq görək varmı? Bunu deyə bilmirik. Burada A'lar var. Əslində burada deyə bilirik. A çıxısını A eləyir. -2 çıxısını 2, 4 eləyir. Kvadratı 16, məsafə eləyir 4 AB məsafəsi. Onsuz da burada deyil. Burada A'lar qalır. Bu haqda bir söz deyə bilmirik. Amma bu haqda deyə bilərik yenə. 2'də 1-dən -2'də 1 çıxdıq. 1. 2'də kök 3'də -2'də kök 3 çıxdı. Bu da kök 3. Kvadratları lazımdır bizə. Kök 3'ün kvadratda 3. Bu da eləyir 2. Demək ki, AB məsafəsi 2 oldu. Bu çevrə üzərində deyil. Çünki üçbucaq ola bilməz belə. 2 digər iki tərəfin zəmindən kiçik olmalıdır. Məsələn, ona görə Y heç birinə aid olmur. 33-cü sual. Demək, yenə eyni tip bir sualdır. Yazaq bərabər. A və B nöqtələri üçün uyğunluğu müəyyən edin. Nöqtələr verilib bizə variantlara baxaq. A və B nöqtələri mərkəzi koordinat başlanğıcı olan diametri 6 olan çevrənin üzərindədir. Diametri 6-dırsa radiusu 3 deməkdir. Və A nöqtəsi də B nöqtəsi də mərkəzdən 3 metr və ya santimetr nədirsə artıq 3 vayd uzaqlıqda olandır. Mərkəzin koordinatlarına da 0, 0 desək, A nöqtəsinin yazıram AO bərabərdir kök altda görürsünüz. Sıfırların kvadratı, yəni 0 çıxılsın 0-ın kvadratı 0, 3 çıxılsın 0-ın kvadratı da 3. Yəni bu kök altda 3 kvadratından da 3 çıxacağına görə deyirik ki, radiusu 3-dür, diametri 6-dır. Yəni A bəndi buna aiddir. B nöqtəsi də eyni şey olacaq. Ona görə A bəndi gəlir 2-yə aid olmuş olur. A və B nöqtələri OY oxuna nəzərən simmetrikdir. OY oxuna nəzərən simmetrik olanda Y-lər olduğu kimi qalır, X-in işarəsi dəyişir. Baxırıq, burada Y-in işarəsi dəyişib, bu deyil. Burada ümumiyyətlə yer dəyişib, bu da deyil. 2-də 1, -2-də 1, -kök 3 bölünsün 2 müsbət kök deyil. Bu heç birinə uyğun getmədi. A və B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olanda hər ikisinin işarəsi dəyişir. Baxın, bu 3-ə aid olacaq. 2-də 1 müsbətdə mənfi olub, 2-də kök 3 mənfidə müsbət olub. Yəni bu C variantı gələcək 3-ə aid olmuş olacaq. A və B nöqtələri vahid çevrə üzərindədir. Yəni bu o deməkdir ki, vahid çevrə mərkəzi koordinat başlanğıcında yerləşən və radiusu da vahidə bərabər olandır. Yəni A nöqtəsi də B nöqtəsi də mərkəzdən məsafəsi 1 olmuş olmalıdır. Və bu C, daha doğrusu 3-cü ona aiddir. Yəni 2-də 1-in kvadratı 4-də 1, 2-də kök 3-ün kvadratı 4-də 3. Sıfırları saymıram da, sıfırlar çıxanda onsuz eyni özü qalır. 4-də 4, o da 1. Yəni vahid çevrə üzərində olduğu da gəlib buna aid olmuş. A və B nöqtələri OX oxuna nəzərən simmetrikdir. Bu səfər X qalıb, Y-in işarəsi dəyişib, bu da 1-ə aid olmuş olur. 34-cü sual. Uyğunluğu müəyyən eləyək. X kvadrat üstə Y kvadratı bərabər demək, çevrənin radiusu 0,5-dir, buna aid deyil. Bir dənə bunu da o çevrə tənliyi halına salaq, radiusu tapaq yəni. X kvadratı üstə gəl, bunu yazaq 2 vurulsun X, 1 olduğuna görə misal, demək ki 2-də 1-dir. 4-də 1 əlavə eləyib, 4-də 1 çıxırıq. Üstə gəl, Y kvadratı bərabərdir 0 olmuş olur. Bu olacaq, X üstə gəl, 2-də 1-in kvadratı, üstə gəl, Y kvadratı, bu 4-də 1-i keçirir o tərəfə, bu da 2-də 1-in kvadratı deməkdir. Yəni, radius 0,5-dir. Biraz əvvəl var idi, bax, bu A variantı gəldi, 3-cüyə aid olmuş oldu. -2-də 1, 0 nöqtəsi çevrənin mərkəzidir. Baxın, budur. Bu çevrənin mərkəzi -2-də 1, 0-dır. B-də 3-ə aid olmuş olur. Çevrənin mərkəzi koordinat başlanğıcıdır. Bu birinciyə aiddir. 0,6 nöqtəsindən keçir X-in yerinə 0, Y-in yerinə 6 yazanda ödəməlidir. Baxıram ikinciyə. 0 yazanda bura 0 edir. 6-dan 5 çıxanda 1, kvadratı da 1. Yəni D2-yə aid olmuş olur. 1, 4 nöqtəsindən keçir. X-in yerinə 1, Y-in yerinə 4 yazsaq ödəməlidir. Bərabərlik. Baxırıq. Məsələn, burada 1-in kvadratı üstə gəl 4-ün kvadratı ödəmir. 1-in kvadratı üstə gəl 4 çıxılsın 5 1 eləyəcək, o da 2 eləməlidir, o da ödəməlidir. Bu da ödəməyəcək. Çünki burada hamısı müsbətdir. Bu da müsbət qiymətdirsə, cəmini müsbət eləyəcək, ödəmədi. C, D, A, B. Növbəti sual 35. Bununla eynidir də, bunu özünüz yazarsınız 34-lə. 36-ya baxaq biz. Uyğunluğu müəyyən edin. Bu da bir yer açın, ehtiyacımız ola bilər. Burada qalsın. Aha. Diametri 10-a bərabərdir. Hər birinin
Bunu yazıram buradan. X üstəgəl 5-in kvadratı üstəgəl y çıxaq 12-nin kvadratı bərabərdir 16. Mərkəzin koordinatları -5, 12, radiusu 4-dür. İkinci, digərini yazım. X çıxılsın 7-nin kvadratı üstəgəl y üstəgəl 2-nin kvadratı bərabərdir 25. Mərkəzin koordinatı 7 -2, radiusu 5-ə bərabərdir. Üçüncünü artıq parçalayıb bu hala salmalıyıq biz. X kvadratı çıxılsın 8-in yerinə 2 vurulsun, x vurulsun 4, 16 əlavə eləyib çıxırıq, yəni 4-ün kvadratını. Y kvadratı üstəgəl 6y-i 2 vurulsun, y vurulsun 3 yazanda 9 əlavə eləyib çıxırıq, yəni 3-ün kvadratını bərabərdir -24-ə. Bu olur x çıxılsın 4-ün kvadratı, bu 3 dənəsi. Bu 3 dənəsi də eləyəcək y üstəgəl 3-ün kvadratı. -16, -9, -25 o tərəfə keçirəndə müsbət 25, 24 də çıxanda 1 olmuş olur. Mərkəzin koordinatları bu səfər 4 -3, radius da 1-ə bərabərdir. İndi diametri 10-a bərabərdirsə, radiusu 5 deməkdir. Görürsünüz, ikinciyə aiddir, bax bu. Çevrənin mərkəzindən koordinat başlanğıcına qədər məsafə 5-dir. Çevrənin mərkəzindən koordinat başlanğıcına qədər məsafə 0-0 arasındakı məsafə 4, 3. 4-ün kvadratı, 3-ün kvadratı 9, 16, 25. Bax, bu eləyəcək. Göstərim. Bax, bu çevrənin mərkəzidir. Tutaq ki, bir nə olsun? D nöqtəsi olsun. Bu da bir O nöqtəsidir. OD bərabərdir. Kök altında 4-ün kvadratı, yəni 4 çıxılsın 0-ın kvadratı. Üstəgəl -3 çıxılsın 0-ın kvadratı. Bu da 9 eləyəcək. 16, 9, 25 eləyir. Kök altında o da bərabərdir 5-ə. Bizdə də bunu deyir. Bu 3-ə aid olmuş olur. Çevrənin mərkəzindən koordinat başlanğıcına qədər məsafə 13-dür. Bu da birinciyə aid olacaq. Məsələn, buna da bir M nöqtəsi deyək bu çevrənin mərkəzinə. Koordinat başlanğıcı da 0-0-dır. MO bu səfər bərabərdir. Kök altında 5 çıxılsın 0-ın kvadratı, 5-in kvadratı. Yəni, mənfi də olsa, müsbət də olsa, müsbətə çevrilir. 12 çıxılsın 0-ın kvadratı, 12-nin kvadratı. Bu da 13-ün kvadratına bərabərdir. Kökdən də 13 çıxacaq. Yəni, C 1-ə aid olmuş olur. Mərkəzi 7 -2 nöqtəsində radiusu 5-ə bərabərdir. Görürsünüz, 2-yə aiddir. D. Mərkəzi 4 -3 radiusu 1-ə bərabərdir. Bu da 3-cüdür. Y. Digər sual. 37. Eyni tip sualdır. Bunu da özünüz yazarsınız. 38-ə baxaq biz. Təpə nöqtələrinin koordinatları diaqramda verilmiş ABC üçbucağının xaricinə çəkilmiş çevrənin tənliyini yazın. İndi A nöqtəsi koordinatları nədir? 2, 8. Burada hələ bir yazaq. B nöqtəsi koordinatları nədir? 12. C nöqtəsi koordinatları nədir? 2, 2. İndi təxmini belə bir şey düzəltsək burada, qursaq. Məsələn, A nöqtəsi, bura deyək ki, 2-dir. Məsələn, bu da olsun 8. Gəldi, bura düşdü. B nöqtəsi, koordinatı 10. Bu da tutaq ki, buradadır. 2, 2 də yenə buradadır. Bu da B nöqtəsi oldu. C nöqtəsi 2, 2. Bu da C nöqtəsi. İndi biz bunu birləşdirəndə görürük ki, bu da düzbucaqlı üçbucaq əmələ gəlir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin tənliyini bizdən istəyir. Bunun üçün biz birinci bunu bilməliyik. Xaricinə çevrə çəkilirsə, petoncun orta nöqtəsinə düşür. Bu çevrənin mərkəzi. Birinci çevrənin mərkəzinin koordinatlarını tapaq. Bu nöqtənin koordinatları 2, 8-dir. Petoncun uc nöqtələri. Burada 12-dir. İndi parçanın uc nöqtələri var. Orta nöqtəsinin koordinatlarını axtarırıq. Neyini toplayıb 2-yə bölürük. 10-la 2-ni topladıq. 12, yarıya böldük 6. 8-lə 2-ni topladıq. 10, yarıya böldük 5. İndi bu oldu mərkəzin koordinatları. Bir də bizə radius lazımdır. Radiusu da Pifagor teoremindən də çıxara bilərik. İki nöqtə arasındakı məsafədən də çıxara bilərik. Buradan baxıram ki, 8, 2-dirsə, demək ki, bu məsafə 6-dır. 12-dirsə, bu məsafə 8-dir. O zaman Pifagor teoreminə görə bu A nöqtəsidir. Bu da B nöqtəsidir. AB-nin uzunluğu bərabərdir. Kök altında 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Bu da eləyir 10. 10-dursa, onda radius petoncun yarısıdır 5. Mərkəzin koordinatları da oldu 6, 5. O zaman x çıxılsın 6-nın kvadratı üstəgəl y çıxılsın 5-in kvadratı bərabərdir 25 olur. Bizdən istənilən tənlik budur.
39 da eyni tip sualdır. Görürsünüz. ABC üsbüzanın xaricinə çəkilmiş çevrənin tənliyini istəyir. Eyni koordinatları çəkib görəcəksiniz. Böyük ehtimal bu da düz bucaqlı üst bucaq alınacaq. Oradan çıxaracaqsınız. Biz 40-a baxaq. Tənlikləri ilə verilmiş çevrələrin ən yaxın iki nöqtəsi arasındakı məsafəni tapın. Bu nə deməkdir? Bu iki çevrənin böyük ehtimal bir-birindən aralıdır, yəni toxunmur bir-birinə ya da kəsişmir, bir-birinin xaricində yerləşir. Bunların mərkəzləri arasındakı məsafəni tapırıq birinci. Ondan sonra radiuslarını tapırıq və mərkəzlər arasındakı məsafədən bu radiusları çıxırıq. İndi nə edək? Birinci, mərkəzlərin koordinatları 3, 2, buna O1 deyək. Digəri O2, -9, -3'dür. Birinci, bu iki nöqtə arasındakı məsafəni tapaq. O1, O2 bərabərdir. Kök altında -9-dan 3 çıxdıq, -12 kvadratı ilə 12-nin kvadratı. -3-dən 2 çıxdıq, -5 kvadratı ilə 5-in kvadratı. Bu, görürsünüz, 13-ün kvadratına bərabər olacaq, 169-a, 13 eləyir bu. İndi O1, O2 arasındakı məsafə R1 bərabərdir, burada görürsünüz, R kvadratı 9 olduğuna görə 3-ə, R2 bərabərdir, bunun radiusu da 2-yə bərabərdir. O zaman 13-dən biz 3 ilə 2-nin cəmini çıxırıq. 13-dən 5-i çıxırıq, 8. Biraz əvvəl göstərdiyim şəkildəki kimi. Bura ümumilikdə 13-dür. Bura tutaq ki 2-dir, bura 3-dür. 13-dən bax biz bu 2 ilə 3-ü çıxdıq, yerdə qalır 8. Budur, çevrələr arasındakı məsafə. 41. Radiusu 5 və mərkəzi M nöqtəsində olan çevrə koordinat başlanğıcından keçir. Aha, bir nöqtə buradır. O A 0,8 isə demək ki, bura 8-dir. Bizdən çevrənin tənliyini istəyir. Neyniyək? Buradan bir çəksək belə bir məsafə. Bu gəlib düşəcək, yəni mərkəzdən, bu vətər kimi düşünürük biz burada OA-nı. Bu da radius, tam uzatmıram. Radius əgər vətərə perpendikulyarsa, vətəri yarıya bölür. İndi, bura uzunluq 8 isə demək gəlib düşəcək bunun ortasına 4-ə. Və radiusu 5-ə bərabər olduğuna görə, biz bura 5 desək, onda bura nə olur? 3 olur, Pifagor teoreminə görə 5, 4, 3 üst bucağı. Bu 3-dürsə, o zaman demək ki, M nöqtəsinin koordinatı, bu məsafə 3-dürsə, burada 3-ə gəlib düşür. Onda M nöqtəsinin koordinatları eləyir 4, 3, radius da eləyir 5. Bizdən çevrənin tənliyini istəyir. X çıxılsın 4-ün kvadratı, Y çıxılsın 3-ün kvadratı bərabərdir 5-in kvadratı 25-ə. Bax, bu da olur bizim çevrəmizin tənliyi. Sonra 42. Mərkəzi M nöqtəsində olub N nöqtəsindən keçən çevrənin tənliyini yazın. Cavabınızı izah edin, edək. İndi baxıram ki, damalar hərəsi bir vahid götürülür. İndi N nöqtəsinin koordinatı 2, 0-dır. M nöqtəsinin koordinatı isə mərkəzin koordinatı 1, 2, 3, 4. Bura 4-ə düşür. Bura nə hesablayaq indi? -1, -2, -3. Bu da -3-ə düşür. İndi, demək nə oldu? M nöqtəsinin koordinatı -3, 4 olmuş oldu. Bizə nə lazımdır? Bizə radius lazımdır. Radiusu da buradan belə bir düzbucaqlı üçbucağa tamamlasaq, bu şəkildə biz taparıq radiusu. İndi, bu məsafə buradan bura qədər 2-dir, burada 4-dürsə, 4-dən 2 çıxırıq 2. Bax, üçbucağın kateti olaraq yazıram indi. Bura 2-dir, burada 3-dür. -3, koordinat -3-dür, amma məsafə olaraq 3-dür. Bizə indi R lazımdır. Pifagor teoreminə görə R kvadratı bərabərdir. 2-nin kvadratı üstə gəl 3-ün kvadratı. 4, 9, 13. Belə də saxlayaq. İndi, çevrənin tənliyi X üstə gəl 3-ün kvadratı, mərkəz nöqtəyə görə. Üstə gəl Y çıxılsın 4-ün kvadratı, bərabərdir R kvadratı, yəni 13-ə. Sonra 43. Eyni tip sualdır, özünüz yaza bilərsiniz. 44-ə baxaq. A nöqtəsi 16, 7. Bu nöqtədən çəkilən toxunanın uzunluğunu tapın. Çevrəyə çəkilən toxunanın uzunluğunu tapa bildi. Necə edirik? Birinci, şərti olaraq burada belə bir şey göstərim. Tutaq ki, bu bizim çevrəmiz. Məsələn, bu da A nöqtəsindən çevrəyə çəkilən toxunan. Bu A nöqtəsi. Koordinatı nədir? 16, 7. Bu çevrəyə görə, bu çevrənin mərkəzinin koordinatları 4, 2-dir, radius da 5-dir. İndi, bu mərkəzdir. Radiusunu belə çəksək, toxunana perpendikulyar olmuş olur, 5-dir. Bunu da tutaq ki, bir O nöqtəsi olaraq mərkəzin koordinatları da 4, 2-dir.
İndi biz buradan A10'u tapa bilərik birinci. İki nöqtə arasındakı məsafə düsturuna görə. 16-dan 4 çıxdıq, 12-nin kvadratı. 7-dən 2 çıxdıq, 5, 5-in kvadratı bərabərdir. Bu da 169 eləyəcəyinə görə 13 çıxır buradan. Burayla da 13. İndi burada bir x desək, yenə Pifagor teoremi. X kvadratı bərabərdir 13-ün kvadratı çıxılsın 5-in kvadratı. Yəni bu da 12-nin kvadratı eləyəcəyinə görə x bərabər olacaq 12. Sonra 45 də eyni tip sualdır. Bunu da özünüz yaza bilərsiniz inşallah. 46. Diaqramda iki çevrənin mərkəzinin koordinatları. Birinci çevrənin mərkəzinin koordinatını yazaq. Demək 2, 3 və radiusu verilibdir. Radius da bərabərdir 4-ə. İkinci çevrəmizin koordinatları demək 10, 9, radiusu da neçədir? 5. R1 deyək, buna da R2 deyək. Bu da 5-dir. Çevrələrin tənliklərini yazın, mərkəzlər arasındakı məsafəni hesablayın. Hesablayaq. Birinci mərkəzlər arasındakı məsafəni hesablayaq. O1, O2 bərabərdir kök altında. 10-dan 2 çıxdıq, yazıram. Kvadratı 9-dan 3 çıxdıq. Bunun kvadratı 8, 6, demək ki, bu 10-a bərabərdir. İndi tənliklərini yazaq. Birinci, bu O1-ə görə yazıraq. X çıxılsın 2-nin kvadratı, üstə gəl. Y çıxılsın 3-ün kvadratı bərabərdir 16. İkinci çevrəmiz üçün x çıxılsın 10-un kvadratı, üstə gəl. Y çıxılsın 9-un kvadratı, bu da bərabərdir 25-ə. Bu da mərkəzlər arasındakı məsafə, yəni 10. O1, O2 də 10. Bizdən bunu istəyirdi, onu da yazdıq. Növbəti sual 46-nı yazdıq. 47 də eyni tip sualdır, özünüz yaza bilərsiniz. 48-ci sual. A nöqtəsindən çevrəyə M nöqtəsində toxunan çəkilib, AM-in uzunluğunu istəyir, toxunan uzunluğu. Buna aid sual yazdıq əslində biraz əvvəl. Bir dənə daha yazaq təkrar. Tutaq ki, bu bizim çevrəmiz. Bu da M nöqtəsi. A nöqtəsindən tutaq ki, bu şəkildə belə bir şey çəkim. Bu da M nöqtəsi bura düşdü. Bizdən AM-in uzunluğunu istəyir. A-nın koordinatları -12-dir. Bizə lazımdır ki, mərkəzin koordinatlarını tapaq, radiusu tapaq. Sonra buradakı düzbucaqlı üçbucaqdan da istifadə edib, bax, bura x yazıram, x-i tapaq. Bu çevrədən biz bunu tapaq tənlikdən. X kvadratı çıxılsın 6x. Yəni 2 vurulsun, x vurulsun 3. A-mız 3-dür. Üstə gəl 3-ün kvadratı çıxılsın 3-ün kvadratı. Özümüzdən bir dənəsini əlavə edib çıxır kvadratlarını. Tam kvadrat almaqdan ötürü. Y kvadratı çıxılsın 4y olduğuna görə 2 vurulsun, y vurulsun. Burada 2-dir. 2-nin kvadratını əlavə edib çıxırıq. Çıxılsın 12 bərabərdir 0. İndi bu bizə verir x çıxılsın 3-ün kvadratını. Bu isə üstə gəl, y çıxılsın 2-nin kvadratı. -9, -4, 12, 25 eləyəcək. -25. Sağa keçirdik, müsbət 25. Mərkəzin koordinatları 3, 2-dir. Radiusumuz 5-dir. Mərkəzin koordinatları 3, 2-dir. Radiusumuz 5-dir. İndi biz bu iki nöqtə arasındakı məsafəni bir hesablayaq. Kök altına -10-dan 3 çıxdıq. -13 kvadratı, 13-ün kvadratı. 2-dən 2 çıxdıq, 0. Yəni bu bərabər oldu 13-ə. İndi x kvadratı bərabərdir. 13-ün kvadratı çıxılsın 5-in kvadratı. Bu da 12-nin kvadratı eləyir. Yəni x-imiz bərabər oldu 12-yə. Sonra keçdik digər suala 49. 3y çıxılsın 4x bərabərdir 24 düz xəttinin və koordinat oxlarının əmələ gətirdiyi üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyini yazın. Birinci bu üçbucağı bir təyin eləyək görək üçbucağımız necə yerləşir, harda yerləşir. Yəni birinci bir hələ belə yazın. 3y 49 yazırıq. Çıxılsın 4x bərabərdir 24-ə. Bir dəfə y ilə kəsişmə nöqtəsini tapaq. Yəni x 0 olmalıdır. 3y bərabərdir 24-ə, y bərabər olur 8-ə. Bir dəfə də x ilə kəsişməsini tapaq. Bu səfər y 0 olmalıdır. -4x bərabərdir 24-ə, x bərabərdir -6-ya. Demək ki, bu ikinci rübdə yerləşir. Belə çəkə bilərik bunu təxminən bu şəkildə. Yəni x -6-dır. Tutaq ki, bura düşür. Y də 8-dir. Bu da bura düşür. Bunu belə birləşdirsək, bax, düz xəttin daha digər hissələrini çəkməmdir. Əslində uzanır bu. Aşağı da, yuxarı da uzanır. Bizə bu lazım deyil. Bizə əsas burası lazımdır.
İndi bu üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyini yazmalıyıq. Üçbucağın daxilinə çevrə çəksək, bu düzbucaqlı üçbucaqdır. Bu üçbucağın radiusunu necə taparıq? Kiçik R bərabərdir. Katetləri cəmi çıxılsın hipotenuz bölünsün 2. İndi katetləri məsafə olaraq götürsək 8, 6-dırsa, onda bura C bərabərdir. Kök altında 8-in kvadratı ilə 6-nın kvadratını yazsaq eləyir 10. O zaman 6 üstə gəl 8 çıxılsın 10 bölünsün 2. Bu eləcə 2. Demək, radiusu 2-dir. Yəni, bu məsafə 2-dir. Bunu belə çəksən, bu da 2-dir. Koordinat oxlarına toxunduğuna görə, bu məsafə 2-dirsə, koordinatı mənfi 2 demək. Bu 6 uzunluğu idi ümumi. Onda bura olur mənfi 2, burada müsbət 2 olduğuna görə 2. Demək ki, çevrəmizin mərkəzinin koordinatları mənfi 2, 2-dir. Radiusu da 2-dir. Tənliyi yazaq indi. X üstə gəl 2-nin kvadratı, üstə gəl Y çıxılsın 2-nin kvadratı və bu bərabərdir bu 2-nin kvadratı, yəni 4-ə. 50 də eyni şəkildə, eyni tip sualdır, özünüz yazarsınız inşallah. 51-ci sual. Apsis oxuna toxunan çevrənin mərkəzi ardıcıl olaraq birinci bir çevrəmizi bir təyin edək. Apsis oxuna toxunur və mərkəzin koordinatını da verib bizə. Çevrənin mərkəzi də 3-4 nöqtəsində olarsa, hər iki mərhələyə uyğun çevrə... Nə idi mərhələmiz? Birinci apsis oxuna nəzərən, sonra isə ordinat oxuna nəzərən simmetrik çevrilir. Əslində, bizə çevrənin radiusunu, yəni tənliyini yazmaq lazımdır birinci. Bunun üçün də çevrəni bir şərti olaraq bir görək, çevrəmiz necə yerləşir. Mərkəzi 3-4 o deməkdir ki, mərkəzi 3-4. Məsələn, tutaq ki, bura 3 olsun, bu da 4 olsun. Mərkəzi də burada olduqdan sonra çevrəmiz təxminən belə bir çevrə olacaq. Belə bir şey olacaq. İndi bizə nə deyir? Mərkəzi 3-dür. Daha doğrusu, mərkəzin x-i 3-dür, y-i 4-dür. Yəni, bu məsafə 4-dür. Bu məsafə 4-dürsə, demək ki, bu radiusudur da həm də. Radiusu bərabərdir 4-ə. Mərkəzin koordinatları nədir? 3, 4 olduğuna görə, o zaman x çıxılsın 3-ün kvadratı, üstə gəl y çıxılsın 4-ün kvadratı bərabərdir 16 olmuş olur. Birinci növbədə bunu yazdıq. İlk. İndi deyir ki, apsis oxu nəzərən simmetrik çevrilir. Nöqtədir. Nöqtənin, yəni mərkəzi, daha doğrusu koordinatları 3, 4 olan nöqtənin o x oxuna nəzərən simmetrik çevrilməsi nədir? X olduğu kimi qalır, y dəyişir. Birinci mərhələdə olacaq 3 mənfi 4. Yəni, x çıxılsın 3-ün kvadratı üstə gəl, y üstə gəl 4-ün kvadratı bərabərdir 16. İkinci mərhələdə ardıcı olaraq gəldi düşdü bura, tutaq ki, 3 mənfi 4. Sonra bu, həmən bax 3 mənfi 4 ordinat oxuna nəzərən simmetrik çevrilir. Bu zaman y qalır, x-in işarəsi dəyişir. Yəni, olacaq mənfi 3 mənfi 4. O zaman olacaq x üstə gəl 3-ün kvadratı, y üstə gəl 4-ün kvadratı bərabərdir 16. Bax, birincisi budur. X çıxılsın 3-ün kvadratı, üstə gəl, y üstə gəl 4-ün kvadratı bərabərdir 16. İkincisi, x üstə gəl 3-ün kvadratı, y üstə gəl 4-ün kvadratı, bu da bərabərdir 16. Amma çevrəmizin əsl ilk verilən çevrənin tənliyi x çıxılsın 3-ün kvadratı, y çıxılsın 4-ün kvadratı bərabərdir 16-dır. 52 də eyni tip sualdır, özünüz ümid edirəm ki, yazarsınız. 53-ə baxaq biz. 53-də nə deyir? 53-də deyir ki, O1 və O2 nöqtəsində olan çevrələrin mərkəzləri arasında məsafə 8 kök 2-dir. Yəni, bunu biz belə birləşdirsək, bura 8 kök 2-dir. O1 mərkəzli çevrənin radiusu 3-dür. Bunu belə çəkəndə, bura 3-dür. O2 mərkəzli çevrənin radiusu bizə nə deyir? O1 mərkəzli çevrənin radiusu 3-dür. Mərkəzdə O2 olan çevrənin tənliyini yazın. Bunu biz tapmalıyıq. Tamam, tapaq. Bunu belə uzatsam. Aha. Burada 3 olmuş olur. Onda bu da 3 olmuş olur. Bura olur 3. Buna biz bir x desək, çevrənin radiusudur. Bu məsafədə olur x, bu məsafədə olur x və O1 O2 arasındakı məsafə də 8 kök 2-dir. O zaman buradan bir Pifagor teoremi yaza bilərik. Yəni,
3 üstəgəl x, əslində Pifaqor teoremi yazmadan əvvəl belə bir şey görə bilirik burada. Görürük ki, burada 3 üstəgəl x-dir, burada 3 üstəgəl x-dir. Demək ki, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Və həmən bu bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu 8 kök 2-dir. Biz nə deyirdik? Bura A, bura A-dırsa, onda bura nə olurdu? A kök 2 olmuş olurdu və A kök altda 2 bərabərdir 8 kök altda 2 olduğuna görə A bərabər olur 8-ə. Yəni 3 üstəgəl x bərabərdir 8, x bərabərdir 5. Radius 5-dir. Radiusu 5-dirsə, o zaman bura 5, bura mənfi 5-dir. Yəni o iki mərkəzli çevrənin mərkəzinin koordinatları 5 mənfi 5-dir. Radiusu 5-dir. O zaman çevrəmizin tənliyi buradan yazıram artıq. X çıxılsın 5-in kvadratı, y üstəgəl 5-in kvadratı və bərabərdir 25-ə. 53 eyni tip sualdır, özünüz yaza bilərsiniz. 55-ə baxaq biz. Yer açım lazım ola bilər. Aha, mərkəzi apsis oxu üzərində olan koordinat başlanğıcından keçən çevrə apsis oxunu -8, 0 və ordinat oxunu 0,6 nöqtəsində kəsir. A nöqtəsi -8-dir, B nöqtəsi 6-dır. Çevrənin mərkəzinin koordinatlarını tapaq. Burada bunu böyük bir şəkildə çəkim mən. Birinci çevrəmizi çəkim. Bu da mərkəzi olsun. Ondan sonra koordinat oxlarını çəkim. Onu düzəldərəm. Aha, bunları bir dənə düzəldək. Dəqiq olsun. Aha. Bir dənə də başqa bir düz xətt çəkməliyik. Deyək ki, belə bir düz xətt də burada var. İndi, bura A-dır. Yəni, A nöqtəsinin koordinatı -8, 0 olduğuna görə -8-dir. Bu B nöqtəsidir. Y oxu, X oxu. Burada B nöqtəsidir. 0,6-dır, yəni burada 6-dır. Bizdən nə istəyir? Çevrənin mərkəzinin koordinatlarını istəyir bizdən. Bizdən buranı istəyir. İndi, mən buradan belə bir perpendikulyar düz xətt çəksəm, görək nə alınır. Bu xətti buradan çəkdik, yəni perpendikulyar radiusu da bu. Və buradan görürük ki, əslində heç bu xəttə ehtiyac varmı? Bura 6 olur. Aha, bir də bunu bilirik də biz. Düzbucaqlı üçbucaq kimi baxsaq, bu katet 6-dır, bu katet 8-dir, onun hipotenuz 10-dur. Hipotenuz 10-dursa, bu da bir nöqtədən çəkilən toxulanlara görə, bura 6 yazmışam, bura 4 olur. Əslində heç buna ehtiyac yoxdur. Niyə? Buradan bu da var. Bunu silim ümumiyyətlə, buna heç ehtiyac olmayacaq. Baxın, belə bir şey alınır. Buradan mərkəzi birləşdirdik. Bu olur tənbölən. Yəni, çevrə xaricində verilən nöqtədən çevrəyə 2 toxunan çəkmişik və çevrənin mərkəzindən keçən kəsən çəkmişik. Kəsən çəkəndə avtomatik bu tənbölən olmuş olur. Tənböləndirsə, mən bura bir, məsələn, nə deyim, elə A desəm, burada ümumi 8-dir axı uzunluq. Bu da eləyir 8 çıxılsın A. Və tənbölənin xassəsindən istifadə edib, indi yaza bilərəmmi mən? 6 bölünsün A bərabərdir. Bura ümumilikdə 10-dur axı. 10 bölünsün, üçbucağın tənbölənin xassəsi. 8 çıxılsın A. Hər tərəfi 3-ə ixtisar eləyərəm bəri başdan. Burada 2-yə daha doğrusu. Burada 3, burada 5 qalacaq. Çarpaz vuraq. 5A bərabərdir. 3-ü də 8 çıxılsın A-ya vuranda 24 çıxılsın 3A. Yəni 8A bərabərdir 24-ə. A bərabər oldu 3-ə. Yəni bu məsafə 3-dürsə, koordinat olaraq onda bura olur -3. -3-dürsə, o zaman x-i -3, y-i də 0-dır. Bizə çevrənin mərkəzinin koordinatlarını istəyirdi. -3, 0 olmuş olur. Radiusunu istəsəydi, radiusu da 3 olmuş olardı. Sonra 56. 56-cı sualda nə deyir? Bir baxaq bərabər. Deyir ki, L1 və L2 düz xətləri C05 nöqtəsində kəsişirlər. Buradan çəkim onu ayrıca. Sonra AC də BC bərabərdən, orada bərabər yanlı üçbucaq əmələ gəlib. Onu da çəkim belə. İndi bərabər yanlı üçbucaq çəkim ilə hazır burada ki, daha yaxşı olsun.
Aha, bunu da uzatsaq bu formada biri aşağı yuxarı, biri sol aşağı yuxarı. Aha, bura C nöqtəsidir, A nöqtəsidir, B nöqtəsidir. L1 düz xəttdir, L2 düz xəttdir. İndi bizə nə verir? AB 24-dür. Yəni, bərabər yanlıdırsa, AC ilə BC bir-birinə bərabər daxı verir. Bərabər yanlı üçbucaqda bu koordinat oxları bir-birinə perpendikular olduğuna görə üçbucağın hündürlüyü rolunu oynayır. Hündürlüyü həm də mediandır. Və AB məsafəsi 24 isə demək bura 12, bu da mənfi 12-yə düşür, koordinat olaraq yazsaq. C nöqtəsi də 0,5-dir, yəni burada 5-dir. Bizdən çevrənin, ACB üçbucağın daxilına çəkilmiş çevrənin tənliyini istəyir. İndi bunun daxilına çəkilmiş çevrənin tənliyini yazmaqdan ötürü biz birinci bu çevrənin daxilına çəkilmiş çevrənin radiusunu bir tapaq, ondan sonra mərkəzin koordinatlarını taparıq. Radiusunu tapaq hələ birinci. R bərabərdir. 2 vurulsun S bölünsün perimetr. A üstə gəl B üstə gəl C. İndi birinci perimetri tapaq. Bu məsafə 5-dir hündürlük olaraq. Bura 12-dirsə, Pifagor teoreminə görə AC olaraq yazaq da. AC bərabərdir. Kök altında 12-nin kvadratı ilə 5-in kvadratı. Bu da eləyəcək 13. Bura oldu 13. Bu da 13. Burada 24. O zaman perimetr bərabərdir. 13, 13, 26, üstə gəl 24. Bu oldu perimetri 50. S bərabərdir. 2-də 1 AH düsturuna görə. Oturacaq 24-dür. Hündürlüyü də 5-dir. 24 ilə 2-ni ixtisarlədik 12, 12-ni 5-ə vurduq 60. S oldu 60. İndi eri tapaq. R bərabərdir. 2 vurulsun 60 bölünsün 50. İndi burada nə olur? 5-ə ixtisar eləyirəm. Burada 10 qalsın, burada 12. 24 ona bölündə 2,4. İndi demək ki, radiusu 2,4-dür və bərabər yanlı olduğuna görə bu çevrənin mərkəzi gəlib düşəcək bu hündürlüyün üzərinə. Hündürlüyün üzərinə düşürsə, hündürlüyün bir hissəsi, bu hissəsi 2,4 olur bizim çevrəmizin radiusu. O zaman koordinatı da bu məsafə 2,4-dürsə, y-i 2,4 olan, x-i də 0 olan mərkəzi 0, 2,4 olmuş olur koordinatları. Radiusu da 2,4-ün özüdürsə, o zaman çevrənin tənliyi olacaq. X çıxılsın, belə yazmazlar, mən yazdım. Y çıxılsın 2,4-ün kvadratı bərabərdir. 2,4-ün kvadratı 5,76. Yəni, x kvadratı üstə gəl, y çıxılsın 2,4-ün kvadratı bərabərdir 5,76. Digər suala baxaq. Bu da eyni tip suala oxşuyur, amma burada biraz fərqlilik var deyə yazaq. Buradan yazıram. Koordinat oxlarını çəkək birinci. Və mərkəzdən keçən bir düz xətt var. Sonra bunu biraz daha belə bu şəkildə çəkim. Və buna perpendikular olan başqa bir düz xətt var. Biraz daha çox əyri oldu. Aha. Bir də buna perpendikular olan başqa bir düz xətt var. Məsələn, belə bir düz xətt. Tutaq ki, bu. Bu L1-dir. Bu L2-dir. Bura A nöqtəsi perpendikulyardır. Bu da B nöqtəsi. İndi bizə nə deyir? Deyir ki, A-nın koordinatı 4, 8-dir. OAB üçbucağının xaricinə çəkilmiş çevrənin tənliyini yazın. İndi, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilirsə, gəlib düşəcək hipotenuzun ortasına. Birinci hipotenuzu tapmaq lazımdır ki, mərkəzini tapaqda görək nədir bu. İndi, bu çevrənin, bu düzbucaqlı üçbucaq, bu daha doğrusu L1 düz xətti həm 4-8, həm də 0-0 nöqtəsindən keçir. Bunu belə birləşdirsəm, bu şəkildə. Bura 4-dür, bura 8-dir. Yəni, bu məsafə 8, bu məsafə 4-dürsə, bu bucağın tangensini tapa bilərəm. Tangens alfa bərabərdir 8 bölünsün 4, yəni 2. Yəni, mən əslində buradan 2x düz xəttin tənliyini yazmaq istədim, yazdım. Sonra bu düz xətt də buna perpendikular olduğuna görə, demək ki, bunun K-sı, bunun K1 bərabərdir 2-yə, K1 vurulsun K2 bərabər olmalıdır mənfi 1-ə. Düz xəttlər perpendikularlıq şərti budur. Yəni, 2 vurulsun K2 bərabərdir mənfi 1-ə, K2 bərabərdir mənfi 2-də 1-ə.
Demək, bu bucağın tangensi mənfi 2-də 1-dir. Onda bu bucağın tangensi müsbət 2-də 1-dir. Çünki cəmi 180 dərəcəyə tamamlanan bucaqlardır. Tangenslər bir-birinin əksidir. Buna da bir beta desək, tangens beta bərabərdir müsbət 2-də 1. Tangens beta nədir? Qarşı katet bölünsün biçik katet. Qarşı katetin uzunluğu 8-dir. 8 bölünsün, burada tutaq ki bir A deyək, A-ya. O zaman A bərabərdir 16 olmuş olur. Yəni bu məsafə 16-dır. 4-dən başlayıb 16 məsafədə yerləşirsə, 4-dən 16 məsafədə, onda bura olur 20. Biz B-ni tapdıq. B, yəni OB oldu 20. Bizə lazımdır OB-nin orta nöqtəsi. Onda burada olur 10. Koordinat olaraq yazanda 10. Və buna da biz bir M nöqtəsi qeyd edəsəm, M nöqtəsinin koordinatı olacaq 10, 0. Və radius bərabər olacaq 5-ə. İndi çevrənin tənliyini yazaq. Mərkəzi 10, 0-da yerləşən və radiusu 5 olan. X çıxılsın 10-un kvadratı. Üstə gəl. Y kvadratı bərabər olur 25-ə. Bax, bizə bu lazımdır. Radiusu 5 yox, əslində yanlışlıq oldu. Burada radiusu da 10 olmuş olur. Çünki uzunluğu 10'da hipotenus. Bunda burada eləyir 100. Düzəldim tezdən. X çıxılsın 10'un kvadratı. Üstə gəl Y kvadratı bərabərdir 100 olmuş olur.